Aha. Deməli, konkret eyni məsələlərdir. Deyirəm ki, Hı hı. mənim int var. Int birinci dəyişən Hı hı. bərabərdir 5. Int ikinci dəyişən bərabərdir 7. Değil. Və altta gəlirəm ki, int Hı hı. böyük dəyişən Hı hı. bərabərdir max. Yazıram ki, birinci, ikinci dəyişən. Və belə olanda nə edir? Birinci və ikinci dəyişəni müqayisə edir. Max, yəni ən maksimumu tapır və böyük dəyişənə verir. Və bunu mən çapa versəm ki, böyük dəyişən avtomatik bizə çapa verəcək ki, bəs 7. Ay, yox müəllim, elə bil siz keçmiş izah eləmisiniz müəllim. Siz izah eləmisiniz müəllim. Mən Siz bilirəm ki, ya sizə ya da digər ya tələbəyə mənə müəllim siz mənə keçmisiniz müəllim. 100%. Bəli. Mən bunu arxa planını göstərmişdim, necə işləyir. Onu göstərmişəmsə, deməli sizə keçmişəm. Mən sizə göstərmişdim bu hissəni. Short Hə, ifi. bəli, bəli. Onda sizə keçmişəm. Hə, Məncə eyni gedirik. Treneri front binsiz, dördüncü gündə yenə eyni gündədir deyə qarışdırıram. məndə də iki tələbə var. Siz ikiniz də demək olar eyni gedirsiniz. Ona görə mən də çaşdırdım açığı. Ə, Buyurun, sağ olsun. baxın, max nə edir? Birinci dəyişən, ikinci dəyişən. Normalda siz bunu əllə də yaza bilərsiniz ki, if else-lə. Birinci budursa bu olsun. Əslində nədir bu? Mən bunu Hı hı. sadəcə silirəm. Yazıram burada ki, bəs short if izah də birinci dəyişən Hı hı. böyükdür ikinci dəyişəndən. Hı hı. Onda bərabərlə birinci dəyişənə. Əks halda ikinci dəyişən. Yəni short if budur. Hı hı. Bax, hətta üstünə gətirəndə belə mənə deyir ki, replace with max call. Yəni ki, bunu deyir, qısa belə yaza bilərsən. Hı Deyir, hı. nə edirsən? Birinci dəyişən ikinci dəyişəndən böyükdürsə, yəni if şərt qoyuram. Short if-də Hı belə hı. idi demişdim də. Hı hı. Bəli, bəli. Sual qoydum, yəni if qoydum. Əgər belədirsə birinci dəyişən. Yox, əgər birinci böyük deyilsə, deməli ikinci böyükdürsə, onda ikinci dəyişən. Belə cavab verəndə də yenə 7 yazacaq. Amma bunu təbii ki, əvəzləmək belə daha yaxşı olduğunu Rahatdır. Hı. düşünürəm. Burada max-in altından niyə sarı gəlir? Çünki konkret rəqəmlərimiz bilinir və max-in üstə gəldi deyir ki, promil ilə ikinci dəyişən yazılan onsuz bilinir də, onun üçün deyir. Hı. Məsəl üçün mən burada yazsaydım ki, scanner yazsaydım və desəydim ki, bu rəqəmlərin ikisi də bilinmir. Hı. Next int ikisinin də rəqəmləri Ay, alacağam. Baxın, getdik. getdi. Çünki rəqəm bilinmir. İndi bəs işə salanda nə olur müəllim? 2 dənə dəyər istəyib müqayisə edəcək. Məsəl üçün yazıram birinə 15, birinə yazıram ki Hmm. 19. Mənə ən böyüyünü çapa verir. Hı. Yox, əksinə desəm ki, kiçik olan desəm, onda nə edəcəm? Buna min yazacağam ki, mənə kiçiyini versin. Minimum. Hə, 15 elə. Yəni izah eləmişəm də bunu. Hə, bəli, bəli, bəli. Məsələn, bir dənə baxım bəlkə yaddan çıxar nəsə, yenə bilmirəm də izah eləmişəm, izah eləməmişəm. Yox, müəllim izah eləmisiniz. Kök altı və s. izah eləmişəm. Kök altısı, kvadratı yüksəltmə. Məncə sizə izah eləməmişəm, onu digər tələbə izah eləmişəm. Maşallah. Məsələn, SQRT var, bilirsiniz? Yox, sizə Qatı. izah eləməmişəm. Çünki yadıma gəlir, digər tələbəyə izah elədim. Hə, elə olmalıdır. Aha, qoy onu da izah eləyim. Deməli. Nə baxım. Bilmirəm, heç yadımdan çıxıb sistemi izah eləmişəm yoxsa yox. Burada baxım görüm nə var. Hə, ABS olmalı idi, modul olmalı deyəsən. Məsəl üçün, rəqəm yazırsınız, Aha. mənfi yazırsınız, müsbət yazırsınız da yenə də müsbət eləyir. Məsələn, skaneri silirəm. Deyirəm ki, məsəl üçün bu mənfi 10-dur. Aha. Və mən birinci dəyişən yazıram, çalışdırıram, müsbət eləyir. Yəni modul deyə bir şey var Hmm. yazıda.
mənfini müsbət eləyir. Və yaxud da müsbət yazsan belə, Yenə müsbət aha, saxlayır. yenə müsbətdir. Bu da belə. Hmm. 0 olur və o heç. Məsəl üçün, mən burada nə qədər mənfi yazsam da, Yenə müsbət çevir. aha, bu belə. Daha sonra var. Bunu demişdim. Ne? Bunu yox müəllim. Ha, Yox. onda sizə izah eləməmişəm. Çünki mən bunu izah elədiyim yadımdadır. Digər tərəfə izah eləmişəm. Aha. Daha sonra nə var? Baxaq. Floor var. Yaxın. Mən bəs key div var idi orada. O nə idi? Kdiv. Hə. Ya baxım. Mass. K. Yoxdur axı. Yox, aşağı düşün mənim zəhmət olmasa. Hə, Ha, baxın. sale div. Yox, hə, bəli, bəli. Baxın bizə, mən onu heç istifadə eləməmişəm ki. Sale necə idi? Dev mass class method in Java. Ya buradakı an açıq deyim, çoxsunu istifadə eləməmişəm. Mənə əsas lazım olanları istifadə eləmişəm. Ya, bu heç nə eləyəcək? Mass sale becomes 3. Bu biz nə eləyir? Bunu da siz istifadə eləmişdim. Bu elə bir ki, ən yaxın mərtəbəsini aparır. Məsəl üçün 2.1 Yuvarlaqlaşdırır müəllim. amma üst olanı yuvarlaqlaşdırır. Hə, bir vahid üstünə gəlir. Özündən sonra gələn Ən ilk tam yaxını. ədəd. Məsəl üçün 2.1-dən sonra 3 gəlir də ən yaxın tam ədəd. Əvvəl söhbəti yoxdur. Özünün sonuna 3 gəlir. 2.9-dan sonra yenə də 3 gəlir. Yəni kiçik, böyük yoxdur, yaxın yoxdur. Bəs müəllim mənfidə niyə elə göstərməyib? Mənfidə amma Çünki mənfi əksinədir. -3, -2, -1. Baxın. Nə gedir? Ədəd oxuna gedir. Number of gedir. Bu məncə baxa bilərəm. Ədəd oxu necə gedir? Yox. ədəd oxu. Ədəd oxu yazsam çıxar da bizim dildə. Baxın, mənfisini istəyirəm bunun mən. Bunun mənfisini tapsaydı məli olardı. Baxın burada. Əla. Baxın, normalda biz mənfi 2 nöqtə neçə bura düşür də. Şəkli belə göstərim. Mənfi 2 nöqtə neçə? Baxın, bura düşür. Bundan sonra mənfi 2 gəlir. Yəni mənfi 3-dən balaca, mənfi 2-dən böyük bu hissəyə düşür. Və ondan sonra isə mənfi 2 gəlir. Onun üçün mənfi də belə eləyir. Amma məsələn 2.1 olanda 2.1-dən sonra gəlir 3. 2.9 olanda yenə 3 gəlir. Amma mənfi 2 nöqtə neçə olanda arxaya gəlir axı böyüdükcə rəqəm. Yəni, bu tərəfində olanda mənfi 1 nöqtə neçədir? Bildiniz? Hə, bildim müəllim, bildim. Bunu bilirəm. Yəni onun üçün əslində mənfi 2.1-dən sonra mənfi 2 gəlir. Yəni burada mənfi 2 neçə oldu, ondan sonra mənfi 2. Yəni mənfi onun üçün belə eləyir. Yenə də bu da mənfi 2 təbii ki. 5 də 2 5 olur, çünki elə özüdür. Aha. Bəs 5-in yanında 1 olsaydı, yuxarıdakı kimi onda 6 olacaq. 6 olacaqdı. Aha. Daha sonra nə edir bu məsəl üçün? Sevdiv 10 üstə 5, məsəl üçün 13, 13-dən 1 çıxıb 12, 12-ni bölüb 3-ə 4. O 4 eləyir, heç buna ehtiyac yoxdur. Bu nədir? Hə, bu onda başqa cür oldu. Bölmə oldu. O başqa bir deyirsən Hə, situasiyadır. hə. Java da var, JavaScript-də də məncə var. Baxaq da. Aha. Bu JavaScript-də console log mass məsələn belə yazır, yəni 1 çıxır. Eynisi JavaScript-də də var bu arada. Dediyim kimi istifadə məqsədi var. Ki, yəni bunu necə eləyə bilərsən? Mən bunu normalda flow ilə bilirdim. Adi bu. Flow və round. Mərtəbə. Onu gəlin belə eləyək. Onu da qoy göstərim. Fərqlərini də qoy göstərim. Int. Birinci nə gəlsin? Belə eləyək. String.
birinci bizim sale olsun. Beraberdir. Çağırır. Sale. Seyir yox. Üstüne gelsin mass klasının sale metodu birinci değişen. Sonra sale metodun sale yuxarı doğrusu birinci değişen. Flow neyir? Aha bunu da belə eləyək. Kiçik. Ay, üzr istəyirəm mən. Bunu da bir string eləyim. Aha, belə eləyəm ki, daha yaxşı görsənsin. Yəni fərqlərini görmək istəyirsə, sale'dir, kiçik yox, kiçik neydi? Floor. Aha, floor. Daha sonra nə vardı? Bir dənəsi də vardı, random. Round. Round idi. Round. Hə, round. Hı. Aha, string. Round. Random da var. Onu çox istifadə eləmişəm, onun üçün ağlımda o qalıb. Bir də round olan versiyasını yazaq. Aha, bunu da ara buraxaq. Və nə edək? Üçünü də çapa verək. System print line sale floor round. Üçünü də çapa verək. Çıxacaq. Maraqlıdır. Baxın, deməli sale'də nə edək? Oo, bu nə Yenə edir? elə round. Bunu biraz kiçik rəqəm götürürəm. Mən də ki, bunu double eləyək. Double eləsəm. Double birinci dəyişən bərabərdir. Məsəl üçün 5.7. Belə eləyəm. Çünki əsas məsələmiz nədir? Bu. Aha, çalışdırıram. Aha. Deməli, sale eləyəndə 6'ya yuvarlaşdırır. Əla. 5.2'də yoxlayıram. Yenə də 6 eləyir. Full-lerin tam Hələ ki, üstünü götürür. sale'in fərqinə baxırıq. Ki, yəni, əslində 5.2 olsa da, 5.7 olsa da, yenə də özünün növbətini eləyir. Yəni, yuvarlaşdırmır. Özünün növbəti tam ədədi verir əslində. Daha sonra floor var. Tam O ədədi neydi? Gəlin ona götürür. baxaq. 5.2-də floor 5 götürdü. Yəni 5.7-yə baxaq. Round. Hə, o da elə öz Yenə mərtəbəsini göstərir. Yenə 5 göstərir. Hmm. Yəni özünə Onda bəlli sil yuvarlaqlaşdırır. yox. O birisi amma Sale özü. özünün sonrakını göstərir. 6-nı. 5.2-dən sonra 6. Floor-da ki əvvəlkini 5-i göstərir. Round elə. 12. Yeni elan əmlak Round-da bazasına məncə əlavə et. yuvarlaşdırma elə round-dadır. Bir dənə baxım. 5.2 5 göstərməlidir burada. Aha. Amma siz əsl dünyada olan bizim yuvarlaqlaşdırmanı nəzərdə tutsaz, Hə. onda round istifadə edirik. Baxın, belə deyim. Sale bu arada deyəsən yuxarı mənasını verir, floor aşağı mənası. Hə, fular döşəmədə həm də. Floor döşəmədir, sale desin tavandır, roundu Round yuvarlaq. hə, o da yuxarıda Yəni mərhələ gedir. bunun məsələsini belə izah edeyim. Məsələn, biz neçə yazmışıq? 5.2. Necə qoy bunun rəngini dəyişək ki, gözümüz ağrımasın. Göz ağrıdır bu. Qəşəng müəllim. Aha. Onu belə qeydiyyat alırdım. Aha. Biraz kimdə qara götürək. Deyirəm ki, mənim əlimdə 5.7 var. Hı. Hər bir Sale rəqəmin sale'i var. Ki, tavan. Bir düşünün, bu evdir də yəni. Hani bu 6 olacaq. Sil ta Aha. 6. Aha. Bir dənə də bunun aşağı hissəsi var. Floor. 5 olur. İndi əslində normalda evin içində olur bunlar. Amma mən izah etmək üçün, yəni bu evin xaricində yazdım. Normalda sale hissə buradır, floor hissə buradır. Hı. Yəni bunun yuxarısı sale hissəsi 6 verir, floor hissəsi 5 verir. Amma bir də yuvarlaqlaşdırma təxminən Round. 5.7 baxır o buradan bir xətt çəkir ortadan. Evin yuxarı hissəsində də aşağı hissəsində yuxarıdadır 5.7 biraz yuxarıdadır, yəni yuvarlaqlaşdırır, round edir Hı. və deyir ki, aha, sale daha yaxındır. Onun üçün bizə 6 verir. Amma 5.2 olsaydı, 5 verəcəkdi. aha, rounda gələndə avtomatik olacaq. floora düşəcəkdi. Aha, bu aydındır. Hə, aydındır müəllim. Hə, qəşəng izah elədiniz. Çox sağ olun. Aha. Yəni əslində sözlər ingilis dilindən
aydın olanda çox şey aydın Hə, olur deyə düşünürəm. elədir. Aha, deməli. Daha sonra nələr? Məsələ qayıdaq. Məsələ çünki çox klass olmalıdır. Klass demə Metod. metod. Aha. Burada önemli olan burada məsəl üçün atan deyə bir dənə metod Hə, var. Mən bunu ona baxırdım mən heç də. eşitməmişəm məsəl üçün. Bu bunu bilirəm daha doğrusu. Bu tangesdir. Asinus, arcsinusdur. Bu bir Hə, trigonometriyadır. hə, bildim. Heç dəfə belə bir şey işlətdiniz? Hə, nasıl Arcsinus. başlaydı? Bunun sini də var desən. Sin. Baxın bir sin var. Bu Hmm, sinusdur. Bir də sinus. asin yazılan arcsinusdur. Tam əksidir. Yəni və trigonometrik bir şeydir. Sonra məsəl üçün Zəhlim getdim dərs idi riyaziyyatda. Tangens, kotangens, hə, alfa, beta, kos var. Məsəl üçün a kos var. Kosinus. kosinus, hə. Heç istifadə Yazmışlar eləməyəcək. geçtiği idi. Heç istifadə eləməyəcəksən yəni bunları mən sizə deyim. Çünki lazım olmur da. İndiyə nə qədər bir dəfə də istifadə eləməmişəm. Yəni bunu bilib bilməməyin heç bir üstünlüyü yoxdur. Ki, yəni mahiyyət daşımır. Siz bunu nə vaxt istifadə edə bilərsiniz? Bəlkə riyazi bir proyekt işlətsəz, hə, razıyam sizdən, işləyərsiniz. Amma onu işləyəndə də öyrənərsiniz. Aha. Amma hələ ki, lazım olan nədir bizdə? Buna deyil. Bu sale flow round amma lazımlıdır, onu deyim. Yəni üçü də istifadə olunur. Max, min istifadə olunur. Bir də bunun deyəsən kopyalama deyə bir şey də olmalıydı. Flow div. Burada nə var? Loqaritma var. Məsələn, loqaritma 10-dan, loqaritma neçədən belə yaza bilirsiniz. Yəni riyazi şeylərdir də adından görüldüyü kimi. Multiplied vurmadır. Next after random deyə bir şey var. Mass random. Bunu mən istifadə eləməyim. Bu mənə bu mənə 0 ilə 9 arasında random bir rəqəm verməlidir. Səhv eləməmsə, qoy bunu yazım. Belə. Deyəcəm yenə nə üçün istifadə olunur. Yəni istifadə olunur deyəni göstərdim də, belə düşünürəm. Bu heç münasib deyil. Ondan sonra da bildik də. Bunları silim. Mənə başqa bir rəqəm verdi ki bu. Birisindəydi. O random klassı var, onu da izah edəyəm incə. Baxın, random budur. İndi bu bizə random bir şey verir. İstəsəz istifadə edə bilərsiniz, necə edə bilərsiniz? Məsələn. Niyə elə elədi ki, müəllim? Bu sıfırın birin altında bir dənə kəsr rəqəm verir, belə düşünün. Bu necə istifadə edə bilərsiniz? Uzağı bunu vurarsınız minə. İstifadə eləmişsiniz müəllim? Mən randomu başqa random istifadə etmişəm. Məhz randomu yox. Ayrıca random klassı var, onu da göstərəcəm. Bunu da bir istəyiniz. Bunu elədikdən sonra mən qabağına int yazıram. Bunu intə çevirsin. Belə deyəndə baxın 688. Məsəl üçün random belə rəqəmlər verə bilərsiniz. Desəz ki 3 rəqəmli, onda minə vurmuşam ki, yəni 0.necə minə vuranda 0.995-miş bu səndə mən. Hə, qabaq atırdı sıfırlar. Desəm ki mənə 2 rəqəmli ver, onda 100-ə vurardım. Məsələn 2 rəqəmli verərdi. Yəni belə istifadə eləmək istəsəz, əladır, yəni. Bəs ay müəllim, hər dəfə işə salanda fərqli rəqəmlər çıxır. Random onun üçün adı belədir. Yəni random bədahətən deməkdir bizim dildə. Yəni bədahətən rəqəm verir sizə, belə düşünün. Məsələsi budur. Yəni bir dənə rəqəm random şəkildə sizə verir. Biz onu 100-ə vururuq, sonra onu intə çeviririk. Yəni normalda double yazır bizə tamla zadla. Tam hissəsini atıram, deyirəm ki, ancaq mənə int elə. Daha sonra da cavab verirəm 8. İndi 8 yazır çünki 0.8 olub onun üçün. Deyirəm ki, məsəl üçün mənə lazımdır bir rəqəmli, onda 10-a vuraram. 7 məsəl üçün, baxın. 2. Bir rəqəmli lazım olsa belə eləyərəm. İndi bu random nə üçün lazım olur? Yəni də xüsusi hallar üçün, belə bədahətən hallar üçün. Deyək ki, sizin nə var? Random seçmə deyə bir şey olsun da. Deyək ki, bir dənə kampaniya keçirirsiniz. Hamı adlarını yazır. 1 milyon nəfər qeydiyyatdan keçib. Milyon nəfərin içindən siz bir dənə adam seçməlisiniz. Bunu necə eləyə bilərsiniz?
Avtomatik nə edirəm? Yazaram burada 100 min, 10 min, 100 min, milyon. Bir dənə də milyondan sonra bir dənə də milyon dedim də amma milyondursa milyon dəfə maksimum olacaq. Basaram, mənə bir dənə adam versin ki, bəs 153.979-cu insanı seçdim. Bu adam bizim qazananımızdır. Buna bir dənə maşın hədiyyə veririk. Baxın belə. Yəni, bir dənə situasiya verdim. Yəni bunlar elə bir şeylərdir ki, qeyri-adi bir situasiyalarda istifadə olunur. Məcburdurmu? Mən indi istifadə elədiyim olub, amma siz yəni eləməyə bilərsiniz. Mən bu nədə istifadə etmişdim? 9 dənə tic-tac-toe var. X-Nolik. Hə, bəli. Məsələn, onda istifadə eləmişdim. Gedir random şəkildə bir dənə yerə X qoyur. Mən 0 qoyuram. O random şəkildə bir yerə X qoyur, məsəl üçün. Belə eləmişəm. Bu arada çətindir. Yəni X-Nolik düzəltmək belə bəsit görsənir, amma əslində biraz məntiqi çətin idi. Amma xoşum gəlmişdi. Yəni mənim alqoritma bacarığımı inkişaf elətdirən bir proyekt olmuş deyə düşünürəm. O yüzden orada min-max diye bir şey var. Şahmatda da bu fərqi yoxdur da, belə hesablana bilən oyunlarda min-max diye bir algoritma var. Qarşı tərəfə minimum şəkildə şansı olsun, sizdə maksimum şəkildə üstünlük əldə edəsiniz. Yəni qabaq tərəf minimum avantaj olsun, sizdə maksimum avantaj olsun. Yəni, belə bir algoritma var idi məsəl üçün. Amma çətindir dediyim kimi, yəni mən o vaxtı işləyəndə onu biraz əziyyət çəkmişdim, çünki algoritm hissəsi biraz çətindir. Amma yox, sırf sadə şəkildə yaratmaq istəsəz, eləyə bilərik. Maraqlıdır, yəni algoritma bacarığı üçün eləyə bilərik. Maraqlı olsun deyənə bir dəfə vaxtımızı ayırarıq, yığarıq. Aha. Daha sonra. Dediyim kimi, sırf algoritma bacarığına görə onu deyirəm. YDK, aha. Kitabxana nədir? Bytecode Java dedi. Ant build. Ant'ın build prosesi neydi? Ant Maven Gradle. Mən bunu izah eləyərəm. Bunu yazım. İzah eləyəcəm. Ant Maven Gradle. Bu saniyə biz Ant deyilən bir build ilə işləyirik. Yəni belə proyektimizi qaldırırıq. Heç bir xüsusi bir şey yoxdur. Sadəcə proyektimizi çalışdırırıq. Amma biz burada indi create eləyəndə onu create eləmə. New project eləyəndə burada bizim Java seçimimiz var. Burada bir Maven seçimimiz var. Gradle olmalıydı desəm burada. Baxın. Gradle yoxdur. Groovy'dir. Mən Gradle-la işləməmişəm. Gradle deyiləm, mən Maven-la işləmişəm. Çünki Maven kifayət edib. Uzağı dəyişmək olar. Çox da çətin bir şey deyil. Belə deyim, Maven nədir, Ant nədir? Bunu da qısa izah edeyim. Gələcəkdə onsuz databazaya girəndə Maven-i izah edəcəm. Ant indi yaratdığımız bu Java. Sadəcə create edirəm, sadəcə proyektimi çalışdırıram, verir mənə. Bir də bizim əlavə olaraq kitabxanalara ehtiyacımız olur ha. Ki, hələ ki olmayıb bizim. Ki, bizdə nə eləmişik? Uzağı ərlist və s. Bir dənə JDK yükləmişik. Konkret hazırdır içində. Amma bir dənə JDK bizə bəs eləmədi ehtimalı. Onda nə olur? Biz Maven istifadə edirik. Və orada dependency anlayışı var, asılılıq. Orada istədiyimiz şeyin asılılığını əlavə edirik və yüklənir. Yəni, nə istifadə eləmək istəyir, həmin fayllar avtomatik olaraq yüklənir. Yəni, belə düşünün. Müəllim, sözü bol keçirəm. Baxın, Java-nın altında var, Kotlin var, Groovy var. Onlar nədir bəs? Bunlar bizə aid olan şeylər deyil. Deyəcəm nədir, onu deyəcəm. Sonra o tərəfdə də var, React var, HTML. React onsuz siz JavaScript-dən sonra keçəcəyiniz şeydir bu arada React. Yəni onun səhifəsi üçündür də, fayl üçündür. Bilirsiniz, burada ayrıca HTML yazmaq olur, məsəl üçün. Hə, integerdə HTML yazmaq olur. Aha, olur. CSS də yazmaq olur, JavaScript də yazmaq olur. Sadəcə Visual Studio daha yaxşıdır o iş üçün.
Burada React istifadə eləmək olur, Express var, Angular var. Buna da framework'tür. Front tərəfin işləridir biraz. Burada bizdə Spring Boot, baxın, Spring-lə işləyəcək gələcəkdə. JavaFX nə üçündür? JavaFX Düzəldir, təmin eləyir. yo. Elə bil ki, proqram hazırlamaq üçündür. Bildiyiniz vizual şəkildə dizaynı olan bir proqram hazırlamaq üçün JavaFX istifadə edirik. Yəni görünüşü olan bir proyekt. Məsəl üçün Fixini təmir eləmək deməkdir. FX, Təmir. yox, FX. Yox, fix. Fix odur. Amma FX onun açılışı olmalıydı, yadımdan çıxıb. Canı sağ olsun. Yəni baxım da. Fix meaning. Sound or visual effect used in film, TV or music. FX də belə vizual və yaxud da səs effektləri deməkdir. Effekt də belə düşünün. Buna stand for olmalıdır. Foreign exchange deyə bir açılışı var imiş. Aha, belə. Yəni bizə kömək eləyir ki, biz məsəl üçün IntelliJ IDEA-nı qurmaq üçün, məsəl üçün, və yaxud da Google-u düzəltmək üçün, biz bunun səhifəsini düzəldir ya, bizə JavaFX kömək eləyir, məsəl üçün. Aha, yəni siz dediniz vizual tərəfi yox da. Bəli. Vizual tərəfini belə də yaratmaq mümkündür, amma biz eləmirik təbii ki. Amma mən düzəltmişəm, bir dəfə oyunu da düzəltmişəm, bir dəfə proqram da düzəltmişəm JavaFX-lə. Mən balaca qızım bir həvəskardır. Oyun düzəltsin. Onlar keçirlər elə şeyi. Nədə? JavaScript-də? Java-nı bilmirəm, hələ şey dedilər müəllim, PyCharm-dadılar. Ordadır. O da ona çətin gəldi. Bir dənə şey rahatdır orada. Adı nə idi? Kodlaşdırsın. Deyirəm elə. Orada Turtle var, bir dənə desən. Turtle, deyirəm rahatdan. Elə framework var idi, yadımdadır. Daha sonra. Input-u value-nu başa düşə bilmir. Deyir, qavraya bilmirəm. Ola bilər. Çətindir. Daha sonra Maven-da Gradle-da eyni məsələdir. Xaricdən kitabxana yükləyib bunları idarə eləyəcəyimiz yer Maven-dır. Və heç bir xüsusi bir şey yoxdur. Bir yana burada bilirsiniz necə olur. Bir yana burada POM.xml var burada. Yoxdur, onu da özümüz aça bilərik də. File. Bir yana pom.xml deyə bir şey olur. Və bunun içində biz kodları yazacağıq. Koda yazmırıq, bu avtomatik olan bir şeydir, inanın mənə. Baxın, Load Maven Project avtomatik gəldi ha bu özdən. Nə yaxşıdır. Götürüm də mən baxa bilərəm. Götürən nə çıxır ora? Doldurur da öz avtomatik. Bunu POM.xml deyir, avtomatik çevirdi, XML Maven proyektinə çevirdi, belə düşünün. Amma dediyim kimi hələ istifadə eləməyəcəyik. Biz amma databazada onsuz ilk dərs mən bunu istifadə eləyərəm bu arada. Yəni onun üçün hələ ki bunu da saxlayaq. Sadəcə ümumi bunlara anlayış verirəm ki, biz nələr keçəcəyik, ümumi konseptləri deyirəm ki, nələr var, nələr yox. Git ignore silməkdir. Yuxarıdakı. Kitab keçəndə onu izah eləyərəm nə deməkdir. Kitab bilirsiniz ümumiyyətlə. Bəli. Şeydə bir dəfə keçdi, HTML frontda o birinci müəllim. Elə bir dərs keçdi kitabı, amma hələ üzr müəlliminə keçməmişik. Niyə belə oldu? Aha. Baxın, burada elə bir ki proyektlərinizi işləyirsiniz. Daha sonra qalır burada. Kimsə istəsə gəlib baxa da bilər. Kimsə istəsə, siz də kimsə proyektinə baxa bilərsiniz və bunun əsas məqsədi nədir sual versəz? Qrup halında işləmək. Yəni elə o. Mən məsəl üçün atıram. Proyekt Bir də burada icazə var da, o daxil ola bilsə düzəliş eləməyə görə. Kim nəyi düzəldə bilər? Yəni proyektdə hamının icazəsi olmalı deyil. Məsəl üçün deyək ki, təzə başlayan proqramistdir. Bu adama müəyyən 2-3 dənə hissəni verirsən, buraları dəyişə bilərsən. Bütün proyekti dəyişə bilmərsən. Belə bir məsələ. Bir də burada qeydlər mütləqdir ki, isə düzəliş olunanda. Var elə şey də. Commit anlayışı da var. İndi məsələ nədir? Siz nəyi soruşdunuz? Git ignore soruşdunuz. Git ignore silmək. Baxın, bura fayllar gəlir. Mən buradan indi gələcəkdə terminal açanda yazsam ki, git add bir şey yazsam, nəsə əlavə eləyəcəm. Sonra git commit eləyəcəm, mesaj yazsam.
Məsələn belə Git deyim. Bush var idi, onu yüklədik, git başladı, hə. Hə, Onu mən getdi. anlaya bilmədim müəllim. O daxil olurdu. Hə, baxın bu müəllim. Ay Allah, nə qədər kodlar çıxır. Dəfə müəllim yenə göstərdi, amma Bu arada Zülfiyə müəllimə kimi qalmırdı da dərsin üstündə. Bir dəfə keçirdi. İzah da eləyəndə dərsi, bilmirəm tanıyırsınız yoxsa yox, Ayxan müəllim. yox, mən müəllimləri tanımıram. Açıq Hə, olum. o şeylədi, adı nədir? Nə deyirdim hələ? Hə, dərsdə izah eləyəndə kiçik, qısa bir layihə ilə göstərirdi. E, çox da qalmırdı. Bir dəfə elə keçirdi, qurtardı getdi. Həm də qrup halındaydıq həmin vaxtı. Bilmirəm, Bildim. bəlkə də ona görə çox şey Bilirsiniz belə olmurdu. deyim, mən burada işləmirəm. Mən açıq deyim, mən git bəşdən işləmirəm. Bizim Intel Jadianın, baxın burada Hı hı. menülər var. Build Hı hı. menüsü var. Hı hı. Pom XML sildim bu arada. Bunu alaq. Mən proyekt çalışdırım. Baxın build bu nədir? Cannot. Görüm işlədi mi lan? Hə, bu problem şəkildə işləyir. Hı hı. Aha, bu da ama bir dakika project configure JVM target special for SD version. Ayda POM XML'e göre oldu bu arada. Support configure. Bu POM XML isteyeceğim ondan. Okey. Necə müəllim? Benden POM XML isteyeceğim. O nədir ki? Dediğim bayaq bastım, aslında basmamalıydım, bastım. Build eləyəndə görüm. Bəs build eləsəm düzələrmi? Nədir? STK version 17.0 require JVM. Yaxşı olmadı. Super özelliklerine baxım. Niyə söhbət tutdu? Mən 24 seçsəm STK vardı içində hər şey. Okey, gəlin belə eləyək. Çünki dediyim kimi mən o pom.xml əlavə elədim. Məsələn, bu mənim nədir? Intelish Artia'da olan xətamdır. Pom.xml əlavə edib sildim. Bu xəta çıxdı. O xəta başqa şey çıxdı. Tak, 2004-cü. Bu arada Java 5 nə əlaqə? Belə bir şey niyə yarandı? Niyə yarandı? Mən bunu çalışdım, qabul etməliyim. Əlində olan şey dəqiq 17-dir. Project Ctrl Alt Shift S. Ctrl Alt Shift S. Aha. Project var mesela Project STK 17, Project Language 17 seç. 17 seçeyim. 17 var da bu arada 17 seçildi. Sonra bunu apply edebilirim ama. Oxularaq Build eləsəm. düzələcək. Ay, o niyə düzəlmədi? Project Language 17. Language level 17. Project Language burada. Açıq var ya bu prosta. Əslində düzəltməyi belə deyə bilərəm. New proyekt eləsəm bunu yeni projekt eləsəm problemsiz şəkildə işləyər. Project yazsam məsəl üçün 12 məsəl üçün. Location desktopda OpenJDK 24 17 mən istifadə edirəm, amma 24 də fərqi yoxdur versiyanın. 17 sadəcə kifayət edir deyəndə elə sadə create eləyək. Aha, buna. İndi eləyək. Buna belə eləyək. Buranı silək. Buranı silək. Və burada kodumuzu yazıram. Beşi çapa versin. Baxın hələ build olunur bu. Baxın indi alt. Problemi şəkildə çıxdı. Sadəcə dediyim kimi pom.xml əlavə edən kimi proyekt Maven proyektinə çevirdi.
və onu geri qaytarmağı da ki, bilmirəm elə bir şey olmur deyəsən. Gərək mən pom.xml-i təzədən yaradıb, ora kodları içinə yazım eləyim. O da uzun məsələdir. Onun üçün yenidən proyekti elə yaratdım. Onsuz göstərəcəm pom.xml nədir, necədir və s. Hələ ki qalsın. Kifayətdir. Abstraction class, abstract izah named class, abstract birbaşa önemli değil, önemli değil. Yine class izah bir tane bunu koyuyorsun. Yine nested class. Deməli, inner class var idi. Birincisinin outer'dı, bu inner'də, class'ın içində class. Bir tane nested olanı var, nested anı. Nested class. İşte hazır, burada da yok. Orada var da Nested. Bunların fərqini mən araşdırmışdım. Eyni bir şeye oxşuyurdular. Hanı bu? Inner class, outer, member inner class. Ha, bu iç içe olan budur. Bir klasın içində, digər bir klas olanda bu iç içe klasdır. Bir dənə də inner class belə yazım da versə nested. Hadi içində başqa klass olanda nested. İndir ama. Nested class. Statik değilsə, hadi. Nested müəllim class statik değilsə indir class olur da. Dəqiq. Deməli nested class nested non-static nested class, inner class. Çünki bu sual verilir. Həmişə bu yadından çıxır. İntervyuya düşür deyənə onun üçün qaydım bunu izah edeyim. Nested protected class. Classdır, bu belədir. Bir classın içində bu. Yine class yazdım orada. Nested yazıb. Maraqlıdır. Ən yaxşı seçildi yazım. Aha, nested və inner class fərqi nümunə ilə. Çünki bunlar önəmli anlayışlardır. Mən bunu uzun müddət təkrarlamam. Özüm də yadımdan çıxıb, özümə də maraqlıdır. Outer, inner. Bu normaldır. Bu inner classdır. Bildik. Bu nədir? Fərqə bir yana baxım. Bir klassın içində yaradılan başqa klass nesteddir. Inner class statik olmayan nested classdır. Sadəcə statikdə fərqi var ki, String. içində olan bütün klasslar nested sayılır. Nested classda ikiyə bölünür. Static nested, inner class. Inner class statik olmayandır, bir də ki statik olan var. Nested class biraz daha böyük anlayışdır və belə düşünün. Bunu belə izah edeyim. Elə bir ki nested class nest yuva olmalı deyəsən, mənası belə idi. Yuva. Quş yuvası məsəl üçün deyirlər nest. Baxın, bu. Elə bir ki, bir klass öz içində başqa bir klassı saxlayır. Buna nested deyilir. Bunun da ki, iki cür olur. Həmin klass statikdirmi, statik deyilmi? Statik değilsə inner olur. Statik Statikdirsə, değilsə elə statik nested. nested class. Nested Prosta olur. arxasına statik əlavə edirik. Bu da ki, nümunəsidir, yəni fərqi budur. Fərqləri nədir? Baxaq başqa. Bu, bildim. Bunun fərqi şeydə olurdu. Bir klassı məsəl üçün əgər statikdirsə, bu iki hal var, indi statikdir ya deyil. Statik olanda outer nöqtə nested yaza bilirəm. Amma statik deyilsə, mən outer'ın obyektini və bunun da obyektini yaratmalıyam. İkisinin də obyektini yaratmağa məcburam. Amma statik olanda outer.nested yaza bilirəm. Nümunəsi varmı? Statik olan daha sadədir. Baxın, gələk birinci mən outer yaradım. Nədir? Outer'ın içində inner var da, deyək. Və statik deyil deyənə mən deməli obyektini yaratmalıyam. Və deməli outer'ı bir yaradıram. Daha sonra outer'ın içində inner bir yaradıram. Və yaxşı deyil.
Yəni uzundur. Hmm. Onsuz statik yaza bilirik. Bu seçim də ola bilər, amma mən indiyənə qədər proyektimdə istifadə eləməmişəm. Onun üçün yəni nə bilim belə deyim. İstifadə etsəm daha yaxşı da qalar deyə düşünürəm, amma ola bilər də, yəni vacibdir. Nə üçün vacibdir? Hı hı. Texniki intervyuda sizdən soruşula bilər. İçsə klassla, nested klassla inner klass fərqi nədir? Soruşula bilər. Fərqini yəni belə izah eləyərsiniz. Outer, nested, string message. Bir dəqiqə baxım. Neyniyir? Baxın burada məsəl üçün birbaşa olaraq statik olduğu üçün outer.nested yazıb kifayətlənir. Hı. Və yazıb outer obyekti lazım deyil. Amma burada biz əlavə olaraq outer'ın da obyektini yaradıb, sonra onun içindəki inner'ı yaradırdıq. Statik değildi diye. Aha, Ne istedi? bu da belə. Burada şey də var. Məsəl üçün baxın, build-in pattern deyə bir şey var. Hı hı. Builder nədir onu deyim. Hı. Builder elə bir şey yavaş-yavaş inşa edirəm. İnşa eləmə deməkdir. İnşa. Bildir ha. Dikmek Build gibi. inşa eləmədir. Hı. Belə düşünün. Bizim məsəl üçün user'ın içində name var. Hı Onun hı. içində başqa şeylər də ola bilər. İndi user'ın içində məsəl üçün builder açıb. Builder Aha. nə deməkdir? User'ı elə bir ki build eləyir. User nöqtə yazacaq, builder yazacaq və Yaradır. User yaradır. və ona set eləyəcək. Daha sonra Yaz. mənə set eləyəcək. Əslində bu nümunəsini göstərə bilərəm. Builder'ı istifadə edə bilərəm. İndi elə belə nümunə üçün izah eləyə bilərəm. Çünki maraqlı nüans. Ops. User. Mən gələm bura bunu yazıram. Baxın, sadəcə user'ımız var. Hı hı. Mən gələm bura yazam ki user. Hı hı. Əla, bunu mən yaratdım. Amma bir də bir şey də var. User nöqtə, baxın builder deyə bir dənə də class var. Belə user nöqtə builder, baxın ikisi də böyüklər bu arada. User nöqtə builder və builder'ın müəyyən setləri var. Və bir dənə də build funksiyası var. Build nə edir? Biz set eləyirik. Axırda bir dənə də build eləyirik. Nə demək istəyirəm? Bunu biraz səliqəli salsam daha yaxşı olar. Bunu bir dənə belə eləyim. Baxın, user klassı budur. Name burada. Mən yazam ki private string password məsəl üçün. Bir də email. Üçünü qoymuşam. 3 dənə məlumat saxlayacaq user özündə. Aşağı düşürəm. Sırf fərqləndirmək üçün. Deməli, 3 dənə bizim məlumat və üstünə bir dənə də builder klassı var burada. Builder'ın içində də bunlardır. Bu da builder klassı. Klassın içində klass. Deməli, statikdirsə, static nesteddir. Yəni, inə deyil bu. İnə klass deyil. Static nested klassdır. Və builder onun üçündür ki, bu pattern da bu arada. Yəni, ilk patterni izah edirəm. Hı hı. Belə asan olduğunu da düşünürəm bu arada. İstifadə edilirmi Spring'də görəcəyik nümunəsində, yəni istifadə edilir. Burada private string name saxlayıb bir eləyir, daha sonra da name ayda. Bunu mən belə eləyim də. Ona gəl bunu adı mən burada yaradım. Bunları bir də burada mən təyin edirəm. Və daha sonra set name'lər təyin edirəm ki, bunu da bir generate edirəm. Biraz qəribə görsənir bəlkə də, amma istifadə edilirmi? İmini belə istifadə edilmir. Bunun rahat versiyası istifadə edilir. Arxa planı, bu arxa plandır. Yəni, burada hər şey aydın görürük, amma Spring'də belə bir şey eləyəcəyik. User deyil. User bir dənə başına add builder yazacam, bitdi məsələ. Yəni, Spring çox rahatdır. Bu qədər kodu yazmayacaq məsəl üçün. Onun üçün Spring asandır deyə düşünürəm. User'ın içində builder açmışam və bu məlumatları da burada yazıram. Hərəsinin öz setlərini də yazıram. 3 dənə set var, 3 dənə dəyişən var. Builder'ın içində də yazdım, user'ın içində də yazdım. Deməli, user.builder eləyəndə builder və set eləyəcəm. Üçünü də burada set eləyəcəm. Daha sonra bir dənə də build eləyəcəm ən axırda. Deyirəm ki, işim bitdi, build elə və build eləyəndə nə edəcəm? Yeni user yaradacam, user.name bir hamısını
belə verəcəm və daha sonra user'ı qaytaracam. Və mənə yeni bir user verəcək. Aha, mən belə bir şey edirəm. Yazam user. Ne demək istədim nədir? User bərabərdir. Yazam burada. Əsl builder yazsam. Çıxar. Baxın, user.builder. Və qayda belədir. Aşağı düşdüm. Nöqtə. Niyə gəlmədi? Public void. Amma bunun builder'ını da istifadə eləməliyəm. Buna statik eləsəm. Biz normalda statik eləmək... Ay, yox, statik eləməyəm. Obyektin yardımda ondan sonra. User builder deyə bir şey. User.builder açsın. Builder yazaq da. Builder bərabər new user builder. Və bu hissəni silim. Yazıram ki builder. Aşağı düşdüm nöqtə. Baxın. Set name. Yazıram ki məsəl üçün Ümid. Götürdü. Hə, set. Direkt bunu koyayım. Nöqtə set password. Məsəl üçün Sayın. Umud 1 2 3 4. Hı. Bunu bir dənə bağlamıram. Nöqtə qoyuram. Oldu. Nöqtə qoyuram. Yazam set. Bir dənə set var daxil elə bil. Niyə aşağı düşmədi? Bir dəqiqə. Yo. Niyə işləmədi ki? Set name elədim. Əla. Set password elədim. Nilem nöqtə virgül koymalı değil ki. Yox. Bu olmalı deyil. Yo, belə olmalı deyil. Bu password bilən baxım. Void'dur, içi də void'dur. Set name niyə builder qaytarır? Buna builder qaytar. Yadıma düşdü. Buna builder qaytarmalıdır. Belə eləsəm. Aha. Bir dənə set name password. Bir dənə də email. Email də yazıram. Məsələn, umud.zahmarov@gmail.com. Aha. Və altda bir dənə hər şey set edəndən sonra build edirəm. Vəsə, yəni bu yarandı. Yəni buna builder pattern deyilir. Bir dənə builder yaradıram. Və deyirəm ki, bu builder nə edəcək? Mənim bir dənə user'ımı yaradacaq. Set name edirəm. Dalbıra alt-alta hamısını bir-bir tak verdim. Yaratdım. İndi deyərsiniz ki, bu nə üçün istifadə olunur? Birdən düşünə bilərsiniz ki, constructor var idi də. Deyə bilərsiniz ki, constructor'ın nömrəlimi yazaq da 3 dənə dəyər deyil. Name, password, email. Düzdür? Deyə bilərsiniz ki, bundan yaxıt atdı. Editin. Aha, heç bundan qaytarsın. Bunlar nav qaytarmaz deyə bu arada. Password. Yox. Buna qaytaranda password nəyə qaytarırdı? Biləm. Yadıma salım. Buna build eləyəndə nə qaytarırdı? Build return this. Return this qaytarırdı. Yadıma düşdü. Çoxdan da istifadə eləməm. Siz necə? Normalda mən hazır kodlarla işləyirəm. Arxa planda bilirəm ki, bu build eləyir də. Bax, bunları işləyir. Mən o qədər başına gəlmişəm, add.build qoymuşam. Avtomatik bu kodlar da yadımdan çıxır, məsəl üçün. Özünüzdə sizdə də elə olacaq. Məsəl üçün, baxırsınız ki, bu kodlar uzundur, bunları öyrənirsiniz. Daha sonra görürsünüz ki, asandır. İnsan asana alışır, sonra çətin versə yaddan çıxır. Baxın, burası belədir. Deməli, bir də üstündən keçirəm. User'ımızda neçə 3 dəyər var. User'ın içində bir yəndə builder açıram. Bu user'da yox, ümumiyyətlə hər şey də ola bilər. Savladı, alma açın, heyvan açın, figur açın, nə isə açın. İçində builder yazıb, yəni həmin bu dəyərləri təzədən buraya yazırsınız. Və daha sonra set, hərəsində setini düzəldirsiniz. Yəni burada set düzəltmirsiniz. Burada düzəltdiniz, əla. Bir dənə də build yazırsınız. Bunun hamısı builder qaytarır, bu isə user qaytarır. Hamısı build eləyir. Axırda da build gəlir, bizə hamısını build eləyir, bir yeri yığır və user'ı geri qaytarır. Option bütün hamısını geri qaytarır və bizim buna hamısı avtomatik təyin olunur. Və o da necə olur? Builder yaratdım. Builder mənə kömək eləyir ki, builder çağırım, bir set eləyim, sonra dalınca build eləyim, bu user'ın hazırdır.
Yəni gəlin yoxlayaq. HTML print line user nöqtə get yoxdur da prosto. Get bunların getlərini yazaq da onda. Generate eləyək. Getirlərini. Setterları düzəltmirəm, ancaq getir. Aha, ancaq getirlər. User nöqtə get name. Aha, bunlardır. İndi bir dənə yoxlayaq görə işləyirmi? Əla. İndi soruşa bilərsiniz. Mən bunu eləməkdənsə, builder istifadə eləməkdənsə, niyə mən burada gəlib, bunun üstünə basıb, generate eləyib, constructor eləyib, üçünü də seçib, ok eləyib, yəni bunun bir dənə constructorunu yaradım və gəlim bundan sonra aşağı düşürüm. Ben yazım user2 bərabərdir, build ilə işləmirəm. Sadəcə ben yazım ki new user. Bura məsəl üçün yazım ki bunu. Dəqiqə. İndi soruşa bilərsiniz ki, bəs belə bir şey eləsəm nə olar? Yəni mən belə işləmək istəmirəm. Builder-la işləmək istəmirəm. Bəs mən belə işləyirəm. Desəz, müəyyən haqlılıq payı var. İndi gəlin yoxlayaq. Nə baş verdi? Nə baş verdi? New user. Bunu mən onda bir adisində qoyardım. Adisində hanı? Bir dəqiqə. Adisində yazdım ki, bu xəta atmasın. Generate edeyim, constructor edeyim. Heç birinin olmasın. Aha. Yəni bunu çalışdıraq. Baxın, mən əvvəlki kodları bu arada bağlamışam. Belə eləyəndə də bir sətirdə hamısını verib yaza bilirəm. Və istəyirəm həqiqətən məlumatları da verir mənə. Yəni belə də işləyir. İndi sual versəz ki, bəs builder pattern istifadə eləyib bir user yaratmaqla belə constructorla user yaratmağın fərqi nədir? Mən ikisi də dəyərini verirəm, ikisi də belə. Belə ki, müəyyən haqlılıq payı var ki, constructor daha sürətlidir, daha bir sətirdə də belə deyim. Hər dəfə set eləmirsiniz. Amma bir dənə mənfisi var. Mən sağ olaraq istəsəm ki, mənfisini göstəreyim. Sağ olaraq istəyirəm ki, adı verim. E-mail ilə passwordu mən isə yaratmaq istəmirəm. Nə demək istəyirəm? O adamın hələ e-mail ilə passwordu yoxdur. Bu adamın sadəcə adı yazılıb. E-mail ilə passwordu hələ yaratmayıb. Belə düşünün. O zaman mən bunları siləcəm. Nə baş verdi? Xəta atdı. Nə deyir? Cannot resolve constructor. Çünki niyə mənim bir dənəli constructorum yoxdur, düzdür? 3 dənəlidir ya da 0 dənəlidir. Mən gələ indi bir dənəli üçün də constructor yaradım. İndi bir insan istədi ki, ancaq adı ilə password yazılsın, e-maillərdə yazılmasın və yaxud da password yazılmasın və yaxud da adı yazılmasın. İndi siz hamısı üçün bir dənə constructor düzəltməyiniz çox constructor yaradacaqsınız. Onun üçün yaxşı deyil. Mən nə edirəm? Constructor metodunu bağlayıram. Builder patterninin bir dənə gözəl tərəfi var. Buranı bağlamışam. Mən deyirəm ki, mən passwordun e-maili qeyd etmək istəmirəm. Əla. Bunları silirəm. Build edir. Set name edirəm, yenə də build edir. Və nəticədə bu adamın bir dənə adı oldu. Və passwordla e-maildə yoxdur. Yəni builder onun üçündür ki, nəyi istəyirəm, set edirəm. İstəyirəm ki, məsələn, e-maili set eləməyim. Əla. Baxın, e-mail set olmadı, amma passwordla bu var. Amma siz burada məcbursunuz ki, gərək hamısını ya constructorunu yaradasınız, ya da ki, bütün məlumatları daxil edəsiniz. Onun üçün builder pattern istifadə olunur. Aydındır? Dediyim kimi, bu sadəcə arxa plandır. Bunu istəsəz deməyim, bir dəfə yazın. Bunu bir dəfə yazın. Hansı hissəsini başa düşməsəz, mənə deyin, izah eləyərəm təzədən. Çünki biraz qarmaşıq elə bilir ki, izah elədim. Amma dediyim kimi də, yəni user'ın içində sadəcə get name, get email, password, getter'lar qurdum ki, bunun üçün biz burada HTML print line ilə getter istifadə edib çapa veririk. Sırf bunu yoxlamaq üçün getter yazmışam.
Daha sonra constructor yazmışdım ki sırf yoxlayayım, amma əslində constructor ehtiyac yoxdur. Constructor nədir? Constructor metodundan yoxlaya bilərsiniz ki, yəni belə yaradılır. Amma bunu bir dəfə yoxlamışsınız da, onsuz əvvəllər keçmişdik. Bu da boş constructordur. 3 dənə dəyişənimdir. Əgər constructorlarımı silsəm, Hı -hı. ki constructor lazım deyil bu arada. Patternlə də belə işləyir. Yəni gəlirəm, baxın, burada getaladı lazımdırmı? Lazımdırmı? Mən silsəm işləməyəcək elə bu da qalsın. Aha. Yaxşı, qoy getterlar qalsın. User'ın getterları qaldı 3 dənə. Çünki burada 3 dəyişən var. Üçünü də getter eləyib istəyəcəm. Bir anda içində dediyim kimi builder var ki, hansı ki bu user'ı build eləyir, kömək eləyir, bizə dəstək verir ki, bunu Hı biz -hı. inşa eləyək. Və bunun üçün də həmin dediyim bu 3 dənə dəyişəni yazıram və onun setterlarını buraya yazıram. Bir dənə də build deyə əlavə olaraq metod yazıram. Baxın, builder klassdır burada. Yəni builder klassdır və build deyə metod var onun içində. Bunu çağıranda, hansı ki baxın, builder nədir? Deməli, bir builderdır. Baxın. Builder'ın içində build metodunu çağıranda inşa eləyir. Amma inşa eləyənə qədər də məlumatlarımı daxil edirəm. Mən bundan sonra gəlib set yazsam, işləməyəcək. Get eləyə bilərəm. Amma bundan sonra set eləyə bilmirəm. Yəni belə düşünün, build elədim, proyekt bitdi. Yəni bundan sonra obyektə işi dəyişik eləmək istəyir, gəlib nə edərsiniz? User nöqtə işləyəsiniz. Onun seti yoxdur bu arada. Aha, yəni belə. Bir dəfəyə belə build eləmək olur. Dediyim kimi Spring'də bunun daha rahat versiyası da var. Gələcəkdə keçərik. Sadəcə bunu bir dəfə siz işləyin. Bunu bir dəfə yazın. Ki bir dənə pattern, məsələn dediyim kimi də arı yerlərdə belə bir vaxtı gələndə izah eləyərəm. Düşünürəm ki, belə daha yaxşıdır. Müəllim, indi gələn dərs 4-cü gün databazanı keçirik. Mən sizə Hı -hı. bir dənə bu videonda göndərəcəm. Hı -hı. Bir dənə də MySQL-in yüklənmə videosunu özüm çəkib göndərərəm. Ki özümdən silərəm, yükləyərəm, belə düşünün. Silərəm, yükləyərəm özümdən və yüklənməsini göstərərəm ki, necə yüklənir, ataram sizə. Siz hazır yükləyib gələrsiniz. Tamam, yaxşı. Aha, belə. Gələn dərsdəki databazı keçirik sualına cavabım bəlidir. Gələn dərs databaza keçirik. Databazandakı üstündə nə qədər qalacaq sualı isə verilsə, deyərdim ki, Çox qalmaz, hə? max 2 həftə düşünmüşəm. Max da yəni. Amma çox bir şey yoxdur da yəni databazda onun üçün. Elə çox şey yoxdur. Aha. Uzağı bir dərsimizdə amma bir şey var ki, mən kodu Java-dan yazsam, Hı -hı. hə, onda yenə 2 həftə eləyə bilərəmmi? Eləyərəm. Aha, problem deyil. Həll eləyərik, amma transaksiya məsələsi də var. İndi yadıma düşdü. Nə məsələsi? Transaksiya deyə bir şey var. Hı -hı. Onu da izah eləsəm. Əslində bir 2 həftə, indi 3 həftə bilməm çıxar çıxmaz. Yəni belə deyim də, indi izah eləməsəm, gərək mən Springdə oturum bir də izah edeyim, amma indi düşünürəm ki, həqiqətən indi izah eləsəm sonamsı çox rahat gələcək. Onun üçün indi izah edeyim. Məsəl üçün Hı builder -hı. pattern kimi düşünün. Biri var Hı ki, -hı. mən sizə Springi birinciden izah edərdim. Elə deyərdim ki, builder pattern, builder yazdım, oldu. Amma onun arxa planını bilməyəcəydiniz ki, əslində belə bir klass yaranır, belə yaradır, eləyir. Belə daha yaxşıdır. Aha. Daha sonra. Burada nələr var? Bir də buna tez-tez baxım. 10 dəqiqə qaldı dərsimizin bitməyinə. Elə onun üçün bir dənə tez-tez baxım. Exception trackers, budur, nə var? Multiple trackers, checked, unchecked, error, runtime compiled, exception error, throws, multiple throws, checked exception. Hı -hı. Patternlərdir. Burada singleton design. Pattern. Singletondur. Factory patterndir.
proxy patterndi, builder patterndi. Builder'ı bax keçdik biz məsəl üçün. Aha, bəli. İndi singleton ən asandıdır deyərdim. Buna dediyim kimi Solid. indi yeri deyildi, necə eləmək istəmirəm. Hı. Aha, Singleton tək. aha, solid. Daha sonra solid prinsipləri var. Bunu da izah edərəm. Dediyim kimi arı yerlərdə Değil. necə? Solid. Xət. Solid mən bildiyim qədər möhkəm deməkdir. Amma solid meaning yazsam. İndi altdan xət etdi. Hə, bərk deməkdir. Solid deyə 5 dənə prinsip var. Baxın, principlesdir bu. 5 prinsipdir və S, O, L, I, D prinsipləri var. Solid. Məsəl üçün birinci nə idi? Singleton responsibility. Məsələn, belə şeylər var. Hani baxın, single responsibility, open close principle, risk of var. Məsəl üçün, bu adamın prinsipi var. 5 dənə prinsip var. Aha, belə də ki, izah edərəm. Araya da izah edərəm. Önəmlidirmi? Önəmlidir təbii ki. Aha, yəni normalda istifadə etdiyimiz prinsiplərdir. Yəni bu kod deyil. Belə deyim, kod deyil. Bu ancaq nəzəriyyədir, belə düşünün. Yəni ingilis dilində olan qrammatika kimi bir şey təsəvvür edin. Kod yazmırıq. Sadəcə kodu necə yazacağımıza kömək eləyir. Necə ki, məsəl üçün biz pattern keçdik də bu saniyə, düzdür? Aha, bəli. O bizim kodu necə dizayn eləməyimizi öyrədir. Yəni biz öyrəndik ki, əslində belə bir dizayn var. Builder. Belə eləyirəm və belə istifadə edirəm ki, yəni belə setlə eləyim. Bu dizayn deyir ki, belə elə. Kodun da dizaynı var. Yəni məcbur deyiləm mən burada nəsə şəkil çəkim, dizayn olsun. Ya fiqur çəkim. Yəni hətta bizə göstərir ki, proqramlaşdırmada da belə yəni dizayn var. Müəyyən qaydalar, prinsiplər var. Solid-dəki onlardan biridir. Çox köhnədir əslində. Amma hələ də istifadə olunur. Yəni belə deyim. Çoxdanındır da, yəni Solid nə vaxtdan çıxıb? Bilmirəm, açıq yadımdan çıxıb. Heç bilmirəm, Solid principles release date yazsam 2000. Amma məncə bu köhnə deyil, yəni istifadə olunur hələ də. Bu arada yəni prinsiplər istifadə olunur. Ola bilər ki, daha yaxşı prinsiplər də var, belə deyim. Aha, daha sonra nə? Bunu qoy buraya yazım bu arada. Solid. Ops. Solid. Patternlər yazmışam. Pattern. Aha, burada nə var? İnam qalıb. İnam qalıb. İnamı databazda keçsəm bu arada. Belə deyim. Onsuz databazda üçün istifadə olunan bir şeydir. Əsasən inam. Mən gördüyümü deyirəm də. Praktikada inam çox istifadə olunur və çox önəmli mövzudur. Keçəcəm bunu. Amma çox da asandır bu arada. Daha sonra. Aha, sonra bizim file var idi. Bunu da kesin bir yere yazmışdım deyəsən bunları. Ya da ki başqa bir baxın. File annotation. Annotation. Sonra git var məsəl üçün. Git var. Parallel concurrency. Concurrency'da dedim ki, multi-threadli çoxlu threadlə işləmə. Baxın, buna baxın, race condition var. Yarış vəziyyəti. Bu, elə ki, siz deyirsiniz ki, işləyin, hamısı birbirinin yarışı gedir ki, mən bunu götürdüm, tez işləyim, tez gedim. Elə ki, xətalar çıxır. Aha. Some synchronized bizdə də var. Volatile var, atomic integer var. Thread safe anlayışı var. Monitor, log, deadlock. Deadlock da var. Aha, bu da var. Join wait. Sizdə də var. JavaScript'də də var bu arada. Join wait notify. Generic izah elədim də var da. Bu da belə, bu da belə. Linked list, array list, as a performance set, vector. Vector ümumiyyətlə istifadə olunmur axı. Oracle SQL yüklənəcəkdi müəllim. Yox. Mən MySQL istifadə eləyərəm.
Daha sonra gedərik PostgreSQL-ə. Belə deyim də, MySQL-lə təməl keçərik, rahatdır. Fərq yoxdur. Yəni databaz arasında kod fərqi demək olar yoxdur. Belə deyim. Çox kiçik sintaks fərqləri var. Əsas fərqləri yazı, sintaks, yəni belə deyim də, JavaScript ilə Java arasındakı kimi bir fərq deyil də. Ən çox necə bir fərqdir? Performans fərqləri deyin, məqsəd fərqləri deyin. Baxın, onun üçün fərqlənir. Amma belə MySQL-dir, PostgreSQL-dir, Oracle-da həsə məqsədi var. Məsəl üçün, çox böyük bir databazı işləsəz, Oracle üstünlüyü verə bilər. MySQL isə daha kiçik proyektlərdə üstünlüyü verir. Məsəl üçün, cəld olsun deyirlər, sürətlidir. Bu da belə, bunları keçərəm. Bu da sizə HTML, CSS, yəni siz bilirsiniz, yəni üstündən keçmərəm bunların. Buna dərsində müəyyən qədər keçirməlidir ki, başa düşəsiniz ki, biz əslində onsuz işləyəcəyik bunlarla da. HTML-ə elə bir yönləndirmə deyirsiniz də, Aha. Təxminən yəni mən o faylınızı göndərirəm, nə edirəm və s. Bəs JSP nədir müəllim? JSP köhnə frameworkdur. JSP keçməyəcəm, yəni belə deyim. Nə üçün? Spring var da, mən niyə JSP keçim belə deyim. Spring, Node.js. Node.js. Spring daha təzədir, JSP çox biraz köhnədir. Çox Spring çıxmamışdan əvvəl JSP istifadə edirdilər. Spring release date. O bu düşünmüşdü. O günləri baxdım. Spring Node.js-in fərqinə frameworklərdə. Aha. Ya Spring.js framework var deməli. Frameworklərə baxdım. Aha. Print var idi. Hətta bu siz dediyiniz müəllim. Spring var, aha. Sonra Node.js var idi. Ən çox elə bir bu ikisi istifadə olunur. Fərqi də ki, Node.js-də bunlar fərqli bir şeylərdir. Belə deyim, Node.js şeydə istifadə olunur, frontend tərəfdə istifadə olunur. Spring backend tərəfi. Node.js-in təbii ki, backend tərəfi də varmı soluna? Hə, deyərəm var, amma yəni Java ilə əlaqəli bir şey deyildi Node.js. Onu demək istəyirəm. Sırf frontend məsələdir. Bu da belə. Daha sonra, amma bu 2003-də çıxsa da 2003-də məşhur deyildi. Yəni mən deyərdim 2010 neçələrdə məşhur idi. Mən framework çərçivə işi deməkdir də. Frame çərçivədir. Elə deməzdim. Bizim sahədə belədir ki, məsələ. Siz tərcümə cəhətini düz deyirsiniz, amma bizim sahədə belədir. Dil var və həmin dilin daha da təkmilləşdirilmiş versiyası framework var. Ki, məsəl üçün, bayaqsa dediyim, o boyda builder pattern yazmayacaq. İşi tezləşdirir, qısaldır, tezləşdirir. Qısaldır. React-da keçəcəksiniz. Görəcəksiniz ki, JavaScript-də mən bunlarla işləyirdim. Amma görəcəksiniz ki, o boyda yazmaq əvəzinə React deməli, onu bir komponent var da, React-da eyni komponent anlayışı var. Komponentlərlə istifadə edəcəksiniz, işiniz rahat olacaq. Hər şey biraz daha hazır kimi olacaq. Əgər ki, keçəndə görərsiniz də, yəni belə deyim. Müəllim, sözünüzü bana kəsirəm, şey göstərdi, Bootstrap-ı göstərdi. O daha rahat gəldi adama, daha belə. CSS-in mən istifadə eləmişəm, amma xoşuma gəlməmişdi açığı. Nə bilim, mənim xoşuma, bir də orada nə xoşuma gəlmişdi? Grid dizayn eləyəndə və s. eləyəndə üstünlük verə bilir. Amma belə, məsəl üçün, qırmızı rəng eləmək istəyirsiniz, yazın ki, color red, niyə dangerous yazırsınız, məsəl üçün. Belə bir şey. Rəngləri, məsəl üçün, istifadə eləmərəm. Onun əvəzinə color istifadə edirəm. Nəinki də dangerous və yaxud da başqa rənglər vardı orada. Belə deyim. Rəng istifadə edəndə color yazılmırdı müəllim burada? Bootstrap'da yox. Bootstrap və color. Dangerous mən biləm. Baxın. Text danger. Təhlükə demək deyil mənim. Elə bir şey deyirəm.
mənasına görə deyirlər uzağa. Class qoyursuz text primary, secondary, success deyince baxın. Bu avtomatik qırmızı olacaq. Belə buradan baxın. Bildim. Bildim müəllim. Təhlükə Adəm şöyle qırmızı yazdı, Hə, sos. hə. Sos ilə qırmızı olur. Onun kimi. Burada nələr var? Burada istifadə edə biləcəyim positionlar məsələn deyərdim. Bunlar məsələn işimə yarayar. Positionality və absolute fix. Bunlar məsələn kömək edə bilər. Daha sonra var. Sizing nə idi? Bu da ola bilər. Şöyle Way height, Weight. yüksündürlüyü və Aha. genişliyi məsəl üçün. Width and Hı. height. Visibility məsəl üçün ola bilərmi? Visible, invisible. Mən çox rahatdır. İstifadə edə bilərsiniz, edə bilərsiniz, amma mən yenə də CSS tövsiyə edərdim belə bir hallarda. Mənim şəxsi seçimimdir. Bu da belə. Bu da belə, bu da belə. Bir də nə Bir də var? Sizin vaxtınız bilən bitdi. Bitti müəllim. Bir dənə buna baxım, çünki bitir onsuz burada ki. Bu arada bitdi də buralarda onsuz. Bundan sonra nələr var? XML based. Bundan sonra şu. Bu belə. Bunu bağlayayım, görün nə qaldı. Bunlar belə. Bunlar da arı yerdə dediyim kimi keçərəm. Problem yoxdur. Bu da belə. Bunu da bağlayaq. Bunu da bağlayaq. Arxa planda ChatGPT-ni də bağlayaq. GitHub-da dediyim kimi araya da keçərəm, amma siz böyük ehtimal onsuz JavaScript-də birinci keçərsiniz bunu. Ya da keçmişsiniz demişdiniz də. Nəyi müəllim? GitHub-a. GitHub-a ötəri dəfə keçdi, amma Zülfü müəllim dedi ki, keçəcəm onu. Çünki önəmli dilimi, yəni dəhşət önəmlidir, yəni belə deyim. Amma təbii ki, hələ ki önəmli deyil. Ən əsası proyekt yazanda önəmli olur. Hələ ki biz onsuz proyekt yazmırıq. Onun üçün çox da belə ehtiyac yoxdur. Bir də müəllim məlumat verim. Bugün 8 dərsimiz tamam oldu ha. Siz arada soruşursunuz, bu Rəqsəmə xanım soruşur deyə. Ödənişə görə. Bugün 8 dərs tamam oldu. Sabahları ödəniş edəcəm inşallah. 2 ay oldu. 2 aydır. Yox, müəllim 3 ay oldu. 3 ay oldu. 3 ay. 3 aydır. Qoy baxım. Sizin yazısını silməmişəm. Bu arada 3 aydır. Dekabrın əvvələ başlamışamsa 3 aydır. 3 aydır müəllim, 3 aydır. 3 ay. Vaxt da tez keçdi. Noyabrın 27-si danışdıq sizlə. Dekabrın 2-sindən dərs başladı müəllim. Dekabrın 2-si. Dekabrın Deməli, bu da belə. Bu da ki, dediyim kimi izah eləyərəm. Burada icazə söhbətləri var, müəyyən söhbətlər var, önəmlidir. Proyekt yaratmaq var. Mən düşünürəm ki, belə bir şey eləyərik. Necə? Bir 3 həftə 3 həftə. Mən sizə bu dərsləri keçim. Araya da gitdə keçərəm, fərqi yoxdur. Və sizə bir həftədə növbəti bir həftəyə möhlət verərəm. Bir dənə proyekt verərəm ki, işləyin. Ən böyük proyekt. Nə üçün deyirəm bunu? Çünki databazə ilə işləyə bilərsiniz, Git-lə işləyə bilərsiniz, Java ilə işləyə bilərsiniz və ilk proyektiniz ortaya çıxsın deyənə. Yəni belə deyim, düşünə bilərsiniz ki, bəs mən studentlə əlavə eləmişdim, o proyekt deyildi bəs. Belə cavab verərdim ki, əslində yəni kiçik bir proyektdir. Yəni bu bir həftə biraz nisbətən daha böyükdür. Onun üçün dedim ki, bunu əlavə eləmək olar. Bir də müəllim, o vaxt Nuray müəllimə o keçəndə mənə demişdi ki, front müəllimin bilir backend dərsinə qoşulduğu. Dedim, yox. Deyir, bildirmə. Deyir, çünki sonra tapşırıq verəndə backend tərəfində səndən istəyəcək. Sənin üçün dedim, sonra bir şey olar, çətinlik olar. Bildirmə. Belə demişdim. Siz yaza bilmərsiniz axı indidən onu. Siz backend-i ancaq Spring-də yaza biləcəksiniz. Sözsüz, həm də ki, onsuz da o müəllim də bilir də, mən hansı dərsdəyəm, hansı dərəcədə yəni bilirəm. Mən bilmədiyim şeyi o mənə tələb edə bilməz axı, bu da var da. Həm də niyə ayrı şey eləsin ki, ayrı necə izah edeyim? Yəni başqa tələbəyə başqa şey versin, sizə başqa şey versin xüsusi. O da olmur axı. Yadımdadır. Bu da belə dediyim kimi bunu da araya elədi, izah edərəm.
planım var ki 3 həftə keçsin. Bir həftə dediyim kimi proyektdə siz ancaq oturasınız, işləyəsiniz proyekti və bir günü, ikinci günü uzağa sizə kömək yazdığınıza baxaram, belə deyim də. Hı -hı. Məsəl üçün 4 indi neçənci gündür? 2-də. 2-də hə. Amma Sabah 3 həftə öbürsü. düşsə, deyək ki, məsələn 4-cü günə düşüb, 4-cü gün proyekti vereyim. Hı -hı. Daha sonra ikinci günə qədər siz yazın. Hı Təbii -hı. ki, lazım olur kömək eləyəsiniz. İndi düzdür, bir ay sonranın işidir, amma yenə deyirəm də. Daha Hı -hı. sonra da bir iki gündə bir nəsə xəta çıxsa, deyim ki, bunları da düzəldib gələrsiniz. 4-cü günə də onu da düzəldərsiniz. Bir həftədə proyekt çəkər. Belə. Və proyekti böyütmək də ola bilər, maraqlı ola bilər. Niyə onu deyirəm? Hı -hı. Çünki Spring-ə keçəndə Hı hər -hı. şeyin sizə çox rahat olmasını görəcəksiniz və yəni əvvəlki proyektə baxıb deyəcəksiniz ki, ayda mən bu proyekti yazanda əziyyət çəkmişəm. Amma Spring-dən neyniyəm? Bir dənə kod yazdım, rahatdır. Yəni çox əla bir şeylər var yəni Spring-də. Hə, onun üçün İnşallah. tam başa düşmək üçün, Hı yəni -hı. asan olmasını başa düşmək üçün birinci çətin versiyasını bilmək lazımdır. Yəni Hı -hı. çətini bilməyən insan asanı bilməyəcək. Belə düşünürəm. Onun Hə, üçün elə. cavanı da biz bunu da keçirik. Belə. Gəlin də istədiyim kimi databazanı keçərik. Belə ümumi bir dərs oldu bu günləri ki, belə hərəsinə biraz izah elədim. Ümumi konsepti izah elədim ki, biraz tanışlıq olsun. Düşünürəm ki, Çox sağ faydası olun. olacaq gələn dərslərə. İnşallah. Çox sağ olun müəllim. Su çərşənbəzi təbrik edirəm. Su kimi Vahəm, əziz olasın müəllim. vahəm. Çox sağ olun. Sağ